Salam əziz izləyicilər, mən Esmirə Günəş, hal-hazırda Şabrandayam. Şabranda şəhid ailələrini ziyarət edərkən Əhliman əmi mənə bu məkandan danışdı. Tez-tez şəhid anaları və şəhid ataları bu məkanın qonağı olur. Deməli, bu hansı məkandır? Şabranda Qazilər Çay evi deyə tanınan bir məkandır ki, burada Gəndab rayonunda yerləşən, Gəndab kəndində yol kənarında yerləşən bu məkanda qəti şəkildə spirtli içkilər istifadə olunmur. Ancaq mürəbbələr, xüsusi şokoladlar, şərbətlər, hətta mən ilk gələndə elə bildim ki, bunlar hansısa bir şərab növləridir. Ancaq şərbətlərdir, qablara tökülmüş halda saxlanılır və xüsusi otaqlar var ki, həmin otaqlarda da qapıya yazılmış adlara uyğun mənzərələr yer alır və ən çox diqqətimi çəkən və məni sevindirən bir məkan. Niyə məhz bura şəhidlərin sevimli, şəhid ailələrin sevimli məkanlardır? Çünki gördüyünüz kimi şəhidlərimizin şəkilləri yer alıb və burada şəhidlərimizin şəkillərinin yer almasının səbəbkarı da məhz buranın idarə heyətinin başında dayanan Rəşad qardaşımızdır. O, həm şəhid ailələrini ziyarət etdikcə onların ailələrindən götürdüyü şəkilləri, həm də bu məkanı ziyarət edərkən şəhid ailələrinin ona hədiyyə etdiyi şəkilləri öz məkanında qürurla sərgiləyir. Bura gələn qonaqların da diqqətindən yayınmır. Bir də bu məkanda xüsusi olaraq bir güşə var ki, burada şairlər də öz əsərlərini, öz kitablarını, yazılarını hədiyyə edib. Hətta bu yazıların içində, kitabların içində mənim də kitablarım var ki, mən də bunları ilk dəfədə gəlirəm. Məhz bugün Rəşad qardaşa hədiyyə edəcəm. Çünki bura gələn qonaqlar üçün də maraqlıdır və eşitdiyimə görə də istifadə edirlər. Kitabları da açırlar, oxuyurlar, vərəqləyirlər. Bir də burada bir şeir var. Məhz həmin şeiri də buranı ziyarət edən şairlərdən biri yazıb. İstəyirəm onu da bir neçə bəndini də olsa, çox uzundur, sizlər üçün səsləndirim. Qazilərin bağında. Sizə məğrur xalqımın igid qəhrəmanları, təsadüfən sağ qalan şəhid yadigarları. Vətənpərvər oğullar yolun buradan salırlar. Qazinin yarasına sanki məlhəm olurlar. Şəhidlərin ruhunu ehtiramla anırlar. Xeyir şərdən qalmırlar. Bizə örnək olurlar. Rəşadın əməlləri şimal boyunda təkdir. Qazilərin evləri hamıya müqəddəsdir. Hər gün bayram edirik. Elin zəfər günlərin, hərdən bir qeyd edirik. Qazinin ad günlərin. Vətən ana deməkdir. Hər qazidən ötəri. Şəhidsiz vətən olmaz, Azərbaycan əskəri. Xalqımız bayram edir hər il zəfər günləri. Qanad açıb uçuruq, elin zəfər günləri. Zəfər yaraşır sənə, Azərbaycan əskəri. Yağıdan azad oldu Azərbaycan elləri. Əslində bu çox uzundur, vaxtınızı çox almaq istəmirəm, amma bunu yazan şairimiz Qurban müəllimə can sağlığı arzulayırıq. Səhhətində problemlər var. Ancaq görün nə dəyərli bir əsərdir ki, Rəşad qardaş onu öz çay evində xüsusi olaraq qoruyub saxlayır. Və hal-hazırda bizim şəhid ataları ilə yanaşı bir də burada canlı qazimiz var. Çox heç kəs qınamasın məni, bir misal çəkəcəm. Elə az əvvəl qapıdan girəndə də danışdım. Tədbirlərdə adətən özündən razı, pafosda çıxış eləyən qaziləri o qədər görmüşük ki, qardaşı elə ilk görən kimi dedim ki, real qazidir, fiktivnilərdən deyil. Yəni, həqiqətən də bir qolunu vətən müharibəsində itirmiş qazimizdir. Allah şəfa versin, can sağlığı versin sənə. Vətən hal-hazırda kamera arxasında çəkilişi aparan qardaşımız da vətən müharibəsinin iştirakçısıdır, veteranımızdır.
Allah ona da can sağlığı, uzun ömür versin. Vətən belə oğulların sayəsində azaddır. Və istəyərdim ki, bu məkanla bağlı məndən geniş məlumata sahib olan Əhliman əmidir ki, onun sayəsində bugün bu məkanı tanıdım. Əhliman əmi danışsın bir-iki kəlmə, sonra şəhidimizin atası Qasım əmi də danışsın. Və ən sonda biz şəhidimizin anası da burada iştirak edir, həyat yoldaşı daha doğrusu. İç Qarabağ savaşlarından Rızamızın həyat yoldaşı hal-hazırda yanımdadır. Bu sübutudur ki, bu məkan sadəcə olaraq, biz adətən çay evi deyəndə biraz hələ ki tam formalaşmayıb da bizdə o fikir ki, çay evində qadınlar da qonaq ola bilir. Ancaq burası sırf şəhid ailələrinə xidmət göstərdiyinə görə başqa qonaqları da olur təbii ki buranın. Sadəcə təmiz, ailəvi məkan olduğuna görə şəhid ailələrinə bu qədər əzizdir bura. Əhliman əmi buyurun, eşidək sizi. Bəli, xoş gəlmişsiniz Esmira xanım. Bugün mən sadəcə olaraq bu Rəşad qardaşımızın çəkdiyi əziyyətlərdən qısaca danışmaq istəyirəm. Özü 1-ci Qarabağ veteranıdır, yəni ki, insan olaraq çox gözəl insandır. Şəhidinə, qazisinə, veteranına hörmət qoyan insandır. Yəni ki, mənim bu tez-tez ziyarət edildiyim məkandır. O biri rayonlardan da görürsən ki, atalar gəlir, analar gəlir, ziyarətə gəlirlər. Mən onları götürüb gəlirəm bura. Götürüb gəlirəm bura, tanış olurlar. İndi yenə də hələ bu davamlı olacaq. Qazi Rəşad qardaşım, yəni ki, bu yay sənin qonaqların çox olacaq. Şəhid ailələrindən, o biri rayonlardan da, Azərbaycan bölgələrindən. İnşallah. Yəni, bol verdim özümə, Esmira xanım. Ki, şəhid sevər xanım buranı tanımalıdır. Mən ona görə sizə təklif elədim ki, bura dəqimək lazımdır, ziyarət eləmək lazımdır. Sağ olun, çox sağ olun. Təşəkkür edirəm, Allah razı olsun. Rəşad qardaş haqqında az əvvəl biz Rızanın ocağında olanda da onun həyat yoldaşı da ağız dolusu danışdı ki, Rızanın məclisində mənim qapıma bayrağı Əhliman əmi ilə Rəşad qardaş gətirib. Ona qədər, məsələn, başım o qədər qarışıq idi ki, ağlıma belə gəlməmişdi ki, mən bayraq almalıyam, qapıdan bayrağı dəyişmək lazımdır və yaxud da asmaq lazımdır. Onlar mənə kömək oldular. Onlar mənim bir növ dayağım oldular. Allah uzun ömür, can sağlığı versin sizlərə və Qasım əmini də eşidək. O da şəhidimizin atasıdır. Evləri də bura yaxındır. Buradan çıxıb onları da ziyarət edəcək. İnşallah, inşallah. Mən də öz növbəmdə Esmira xanım sizlərə xoş gəldin deyirəm ki, bizim bugünkü çay evimizi, qazilər evimizi, veteranlar evimizi ziyarətə gəldiniz, xoş gəlmişsiniz. Vallahi Rəşad barədə qardaşımız, şəhid atamız vurğuladı. Çox böyük vətənpərvər, doğrudan da bir var dildə deyilsin vətənpərvərlik, bir də var əməldə. Rəşad qardaşımızın əməllərində həqiqətən də vətənpərvərlik, canlında, hərəkətlərində böyük bir vətənpərvərlik hissləri bu. Özünə demək olmasın, mən həmişə də onu bu işlərin qiymətləndirib, nətərdir, bəyənmişəm və bəyənirlər də hamısı. Onun bütün işləri də göz qabağındadır. Qaldı ki, şəhidlərimiz barəsində nə demək olar? Bax, bizim bu bayaqki qazimizdən danışdıq. Canlı şəhidimiz, Allah Teala onlara can sağlığı versin, dözümlük versin, səbir versin. Mənim şəhid Fəthullah balandan sinif yoldaşdır. Bir sinifin uşaqlarıdırlar bunlar. Bir sinifdə oxuyublar. Bəli, nə deyək, həyatdır, yazıdır. Bundan heç kim qaça bilməz. Onun məsəl üçün həyatı, yazısı bu cür oldu, vətəni uğrunda canından bu cür keçdi. Mənim uşağım, Sahil balamız o cürünə hərəyə bir cür qismət yazı oldu. Şükürlər olsun yenə Allah Teala bundan sonrası günləri əmin-aman eləsin. Qara buludları Allah Teala millətimizin başından çəksin. Mavi səma, aydın səma bizləri nəsib eləsin. Yerdə qalanlara da can sağlığı versin. Mən nə deyə bilərəm? Çox sağ olun. Esmira xanım, gəldiniz. Allah sizə ömür versin. Dəyərləndirdiniz. Çox sağ olun. Qardaşımızın sözü varsa...
Qardaşımız biraz Qardaşımız danışmaqda gəlsən, bir iki kəlmə çox utancaqdır. yox. Əslində- Biraz onun təbiəti Mən niyə deyirəm, bax elə Adətən dırnaqarası başqa qaziləri sözünü tapıb kəsirəm. çıxardırlar. Həqiqətən də əsl qazilər danışan olmur. Əsmərə Çünki o xanım, dəhşəti mən görürlər. onu öz balam kimi demirəm, bir sinifin Hı hı. uşaqlarla. Mən onu apara bilmirəm. Bax, neçə dənə məsəl bizim tədbirlərimiz olub, rayon səviyyəsində. Belə apara bilməmişəm mən onu, getmir. Bax, ancaq bu forma təbiətinə görə. Qasım, mən gedib neyim, nə bilim. Bilirsən niyə qaçmamı? Çünki bu uşaq həqiqətən döyüşüb və o Həqiqətən dəhşəti döyüşüb. yaşayıb. Əsl bazı odur. Ömrü üzərində o dəhşətin izi var və hər tədbirdə asan deyil ki, geriyə qayıdıb şəhid ailəsinin gözünün içinə baxasan ki, sənin balan geri qayıtmayıb. Və həqiqətən də yəni əsl qazi belə olmalıdır məncə. Mənim düşüncəmdir. Bu Saata qədər qalıb neytral vəziyyətdə. onun qəhrəmanlığı danışır. Onun o üzərində olan izlər danışır. O danışmasa da onun gözləri danışır. Amma o bəzi dırnaqarası vallahi geyinib 5-6 medalı yaxasına vurub çıxıb 40 dəqiqə, 1 saat baxırsan ki, sözünün əvvəli pafosdur, axırı pafosdur. Yəni elə şeylər danışır ki, həqiqətən də bəlkə də tədbirdə dinləyirlər, heç nə demirlər. Ancaq bu işin içində olan bir şəxs kimi mən bilirəm ki, o bəzi dırnaqarası insanları ora çıxardıb, sırf qazi adı ilə ora çıxarılanlar, hansı ki o döyüşün bəlkə də onun üzərində heç bir izi də yoxdur ya. Amma danışdıqları həqiqətən də düzgün deyil. Cəmiyyət qarşısında elə danışmaq olmaz. Ümumiyyətlə, bəziləri hətta hərbi sirlərə qədər açır tökür. Biz bu koordinatdan getdik, biz belə döyüşdük. Bunlar doğru deyil. Ehtiyac olarsa komandirlər özləri açıqlama verəndə verərdilər də onu. Niyə danışırlar axı? Bu əlavə mövzudur. Allah qardaşımıza can sağlığı versin. Amin. Onun sadəcə demək istədiyim odur ki, tədbirlərə getməməyin səbəbi çox aydın məsələdir ki, niyə getmir. Elə bəlkə elə qardaş da dırnaqarası qazilərlə bir mühitə düşməsin deyə getmir. Öz adını qorumaq üçün getmir. Əhsən. Allah ömür Rəşad versin. qardaşımıza da yenə də əlavə olaraq almaq istəyirəm. Can sağlığı ona da işlərində də uğurlar. Həqiqətən də böyük işlər görür Rəşad qardaşımız. Rəşad qardaşımızı öz güşəsində Birinci danışdıracaq. Qarabağ iştirakçısıdır. Veterandır özü də. Yəni bu yolları keçmiş bir insandır. Keçmiş fövqəladə işçisidir. Yəni formada olan bir insan olur. Bilir bu yolların nə ağır yollardır. Çox sağ olsun. Sağ olun Rəşad. Allah kimə olsun. Və Nəzakət xanımla istəyirəm bu məkanla bağlı düşüncələrini paylaşsın. Daha sonra Rəşad qardaş öz geyimi də səhv eləmirəm. Sonradakı elə öz geyiminin yanında çıxışını eləyər. Nəzakət xanım buyurun. Allah razı verirəm Rəşad qardaşa. Allah kömək olsun. Bu cür quşan yaratıb. Allah tutur. Mən bildiyimə görə siz tez-tez burada olursunuz. Şəhid anaları ilə birlikdə. Bizim demək olar ki, Əsmərə xanım, bax, əskər yola salmışıq. Elə onu deyəcəydim, hazırlaşırdım ki, Sahilin qardaş əskəriyə gedəndə buradan yola salıblar. İnşallah qaydanda da burada qarşılayarsınız. Mənə xəbər verin, mən də gəlim. Bizim ad günlərimiz olur, şəhid ailələrindən, şəhid balalarının adından. Burada olub bir neçə dənə Burada deyəndə, yəni izləyicilərimiz elə nəzərdə tutmasın ki, bu balaca məkanda xeyr, açıq havada çox gözəl bir mənzərəsi var buranın. Münasib havalarda həyətdə Çox olur. gözəl bir mənzərəsi var. Çəkmişəm, onu da əlavə kadr olaraq paylaşacağam. Bir də Amma əziz gecə vaxtları izləyicilər. Qəşəng mənzərələr burada görünür. Bir də 44 günlük Vətən müharibəsində Azərbaycana dəstək olan hər bir dövlətin bayrağı burada masaların üzərində yer alıb və sırf müharibə ilə əlaqədar olaraq hər bir incəliyi düşündüyünə görə Rəşad qardaşa təşəkkür edirəm. Bəlkə də çoxsunun ağlına da gəlməzdi belə bir fərqlilik yaratmaq. Amma Allah sizə uzun ömür, can sağlığı versin. Və gəlin geyiminizin yanına zəhmət olmasa. Rəşad qardaşın geyimi də burada bir eksponat kimi sərgilənir. Elə sizin çıxışınızı buradan götürək. Biz sizi salamlayırıq Esmira xanım. Bizim bu gözəl güşəmizə, gözəl geyim muzeyimizə deyək. Bizim bu şəhidlər, veteranlar bağına gəldiyinizə görə bura indi hal-hazırda veteranlar muzey çayı deyirik.
bizim şəhid ailələrini gözəl istirahət məkanıdır, dərdləşmək məkanıdır, gözəl bir məkandır. Onlar üçün insan, bura çox insanlar gəlir. Bu İsraillərdə də Cənubi Azərbaycandan şairlərimiz gəlmişdi, alimlərimiz gəlir, ziyalılarımız gəlir. Ən üstündəki, onlar burada gəlib şəhid ailələrini görəndə dua qürurlarla sevinirlər. İndi gediş formamızın yanında, bu hərbi geyimimizin yanında düzdür. 4 il, 4 ay, 20 gün vətənə xidmət eləmişəm, hərbi xidmətdə əskərdə olmuşam, 1-ci Qarabağ Savaşında olmuşam. Sonradakı 27 il, 4 ay, 20 gündə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin xidmətində olmuşam, vətənimin keşiyində olmuşam, Azərbaycan xalqına xidmət eləmişəm, Azərbaycanı xaricdə layiqincə təmsil etmişik yanğınlarda, söndürülməsində və Azərbaycana qürurla qayıtmışıq. Bu gördüyünüz geyimi də Türkiyə, qardaş Türkiyə Xalq Respublikasında olanda, yanğınları söndürəndə orada bizə Türk ordusunun əskərləri hədiyyə etdilər. Böyük yanğında siz də oradaydınız. Türk ordusunda onlar bu geyimi hədiyyə etdilər. Burada da medallarından bəzilərini qoymuşam. Dövlət qulluğuna görə, xidmətinə görə Cənab Prezident tərəfindən 3-cü dərəcəli medalla təltif olmuşam. Medallarım var, təqdimata ehtiyac yoxdur. Amma bu da bizim Türkiyədə yanğınlarda olduğum fəxri fərmandır. Oradan təqdim olunur. Yəni ki, vətənimizə hara getmişik, layiqincə təmsil etmişik. Bu da mənim içimdən belə bir şey yarandı ki, bunu belə bir güşə yaradar. Arzularım çoxdur. Yaradar, şəhidlər unudulmasın. Gələn gənclər əsas onların elində həkk olunsun. Sağ olasın ki, sizin də çəkilişlərinizdən müəyyən gənclər, yeniyetmələr, Azərbaycan xalqı, xaricdə olanlar da baxıb örnək götürəcəklər. Yəni ki, biz şəhidlərimizi unutmuruq. Şəhidi sevən insanlar, keçmişin ondan gələcəyi olmaz. Mən bir şey xatırlatmaq istəyirəm. 200 il bizə zülm olunur. Quba soyqırımı, Lənkəran, Şamaxı, Səlyan, Qarabağ, onlarda biz əzab-əziyyət, zülm görmüşük, qətliamlar görmüşük. Amma buradan da dahi sərkərdəmiz, Ali Baş Komandanımıza təşəkkürümüzü bildik. Öz ordusu ilə, öz əskərləri ilə, bax bu şəhid ataların övladları ilə o qisasımızı aldı. Yəni o qanı aldı, qisas alındı. 200 ildən sonra da olsa o bizim ürəyimizdə olan qara xalı, tikanı çıxartdılar. Minnətdarım o orduya, şəhid ailələr, əllərinizdən öpürəm, şəhid analar, şəhid ataları. Yəni ki, Azərbaycan ordusu, yəni Azərbaycan ordusu yenilməz bir ordudur. Dünyayı sözün, Azərbaycan balaca bir dövlət olar, amma daha böyük bir işlər gördü. Bu, dünya hərbi arenası da izah edir, araşdırmalar aparır ki, Azərbaycan heç bir dövlət belə bir qələbəyə nail olmayıb, amma Azərbaycan 44 gün içində böyük bir qələbə qazandı hamısı. Və burada xüsusi olaraq diqqətimi çəkən məqamlardan bir neçəsini sizlərə göstərmək istəyirəm. Bizim tarixi abidələrimizə də yer ayırmışsınız, xalçalarımız var, hətta pul vahidlərimiz var ki, indiki nəsil xatırlanmaz bu Məmməd, sonra Nizami də var. Bax bu, onun izahı verir ki, bax bu Şuşadan bir erməni zabitinin evindən getirilib. Bu eksponat? Yox, şəkillər. Bizim milli pulumuz da oradan çıxıb, evindən çıxıb. Bax, bunlar da ona eksponat kimi mənim üçün hədiyyə getiriblər. Ben burada təqdim edirəm ki, yəni ki, onlar düşmənlərimizin evində də bax, belə pullardan çıxıb orada. Sonda istəyirəm videomuzu, bax, bu qapının girişində bizləri, hər kəsi salamlayan əfsanəvi taborun üzvləri ilə yekunlaşdıraq. Tam yaxından çəkin, zəhmət olmasa. Bir daha sizə təşəkkür edirəm. Allah uzun ömür, can sağlığı versin və buranın qonaqları günü-gündən artsın, gün-o-gün olsun və belə bir təklif edirəm ki, inşallah bizim də tədbirlərimizdən biri niyə də burada olmasın. Yay fəslidir. Aşağıda çox gözəl bir kitab təqdimatı da təşkil edə bilərik. İnşallah növbəti tədbirlərimizdən birində burada yenidən görüşmək ümidi ilə. Hələlik. Thank you.